Salam, hər vaxtınız xeyir müəllimlər. Kodera test toplusunun 12.1 kompüter şəbəkələrinin məsələlərinə nəzər yetirək. Demək, 10-cu məsələyə baxaq. Bizə nə verib? ADSL modem vasitəsilə verilənlərin ötürülmə sürəti 1 megabit böl saniyə təşkil edir. İnformasiyanın ötürülməsinə 3 dəqiqə vaxt tələb olunarsa, həmin faylın neçə megabayt olar? Demək, bizə nə veribdir? V bərabərdir, yəni bir düsturumuz vardır. S bərabərdir, V vurulsun T düsturu. Eyni zamanda buradan düsturdan düstur çıxarsaq, V bərabərdir, S bölünsün T-yə, T də bərabərdir, S bölünsün V. 3 dənə düsturumuz var. İndi bizə ötürmə sürəti, yəni V-ni veribdir, 1 megabit bölünsün saniyə. T bərabərdir 3 dəqiqə. Bilirik ki, T-nin vahidi saniyə iləndir. Yəni, biz dəqiqəni də saniyəyə gətirsək, 3-ü vurarıq 60-a, alarıq 180 saniyə. 180 saniyə. Bizə nə istəyir? Yəni, bizdən S istəyir. S nəyə bərabərdir? V-ni T-yə vurmalıyıq. V-miz verilib 1 megabit böl saniyə. Vuraq 180 saniyə. Burada saniyələr ixtisarı gedir. Alarıq 180 megabit. Amma məsələnin sonunda bizə deyir ki, neçə megabayt olar? Megabaytla istədiyinə görə megabitdən megabayta gələndə bölərik 8-ə. 180-i də 8-ə bölsək, alarıq 22,5 deməli megabayt edər. Sonra 12. Yenə bizə sürəti verib, yəni V-ni verib, T-ni verib. Bizdən istəyir S-i. S bərabərdir, V-ni T-yə vurmalıyıq. Yəni 28.800 bit böl saniyə. Bunu vurarıq 1 saniyəyə. Burada saniyələr ixtisar gedər. Alarıq 28.800 bit. Məsələdə baxırıq ki, məsələnin sonunda baytla istəyir. Bitdən bayta gələndə bölərik 8-ə, böləndə də alarıq 3600 bayt. Yəni, cavabımız olar A variantı. 13. Yenə 480 bit böl saniyə, yəni bu mənim ötürmə sürətimdir, V-imizdir. 3600 bayt, bu bizim S-imizdir. Ən azı nə qədər vaxt, yəni T-ni bizdən istəyir. T nəyə bərabərdir? S-i bölməliyik V-yə. T bərabərdir 3600 baytı. Bölərik 480 bit bölünsün saniyəyə. Baxırıq ki, bura baytdır, bura bitdir. Deməli, bunu da bitə gətirmək üçün vurarıq 8-ə. Nəticədə burada bit yaranır. Biti buradan yazaq. Bu bitlər ixtisar gedər. 480 ilə 8 ixtisar getsə, burada qalar 60. 3600-ü də 60-a bölsək, alarıq 60 saniyə. Baxırıq ki, variantlarda 60 saniyəmiz yoxdur. Burada dəqiqə var. Düz 60 tapan kimi 60 dəqiqəni bunu qaralaya bilmərik. Saniyə ilə tapmışıq. Vahidini həmişə yazmaq lazımdır. 60 saniyəmizdə 1 dəqiqəyə bərabərdir. Yəni, sertifikasiyaya düşən suallarda da A, Y olaraq qeyd olunurdu. A-da, baxın, 60 tapdığımız cavab, Y-də isə düzgün cavabı verilirdi. Ona görə də vahidini mütləq şəkildə yazmaq lazımdır. 14-cü suala baxaq. Modemin sürəti yenə V-ni verib bizə, T-ni verib bizə. Və bizdən istədiyi nədir? S. S nəyə bərabərdir? V-ni T-yə vurmaq lazımdır. 44800 bit bölünsün saniyəni. Vurarıq 1 saniyəyə. Burada saniyələr ixtisar gedir. Alırıq 44800 bit. Yenə baxırıq ki, bax, bu bizim aldığımız bitləndir. Burada görürsünüz, baytla verilibdir. Biti bayta gətirmək lazımdır. Bölərik 8-ə. Bunu da 8-ə bölsək, alarıq 5600 bayt. Bax, bitin də verildi. Aldığımız vahidi mütləq yazmaq lazımdır, bayt. 15. Yazaq.
15, 16. Bunları işte kəsək baxaq. Modemin ötürmə sürəti, yəni V-ni mənə veribdir. S-i həcmi veribdir. Bizdən istəyir nəyi? T-ni. T bərabərdir. S-i V-yə bölmək lazımdır. 625 kilobaytı bölməliyik. Gəlin bunda 128-i yazaq 2 üstü 7. 1000 də bu şəkildə qalsın. Bit böl saniyə. Bura kilobayt, bura isə bitləndir. Ona görə də hər ikisini eyni ölçü vahitinə gətirmək lazımdır. Yəni 625-i vurarıq 2 üstü 13 bitə. Bölərik 2 üstü 7 vurulsun 1000 bit bölünsün saniyə. Burada bitlərimiz ixtisarı gedər. Bununla bu ixtisarı gedər. Qalar 2 üstü 6, yəni 64 burada qalar. 625 ilə də 1000-i 125-i ixtisar aparsaq, burada qalar 5, burada da qalar 8. 64 ilə də 8 ixtisar getsə, 8 dəfə 5-imiz də aldıq 40. Nəyimiz qalıb burada? Saniyəmiz. Deməli, tapdıq ki, 40 saniyə edər. Yəni, D variantı. 16-ya baxaq. 5 saniyə, yəni T-ni mənə verib, S-i verib, ötürmə sürəti. Ötürmə sürəti nədir? V-ni istəyir və nə ilə istəyir? Kilobit bölünsün saniyə ilə istəyir. V nəyə bərabərdir? S-i T-yə bölmək lazımdır, düstura əsasən. Yəni, 350 kilobaytı bölərik 5 saniyəyə. Nəticədə bunlar getsə, qalar 70 kilobayt böl saniyə. Amma dediyimiz kimi, bizdən nə ilə istəyir? Kilobitlə istədiyinə görə, kilobaytı da kilobitə gətirmək üçün vurarıq 8-ə, alarıq 560 kilobit bölünsün saniyə. Yəni, cavab variantı olar B variantı. 17. 500 kilobayt informasiyanı 2 saniyə ötürən modem 500 megabaytlıq məlumatı ən azı neçə saniyəyə ötürər? Burada bir tənasib qura bilərik. Deyir, 500 kilobaytlıq informasiyanı 2 saniyəyə ötürür. Bəs görəsən bu 50 megabaytlıq bir məlumatı neçə saniyə ötürər? X saniyə. Buradan X bərabər olar, X-imiz. 2-ni vurarıq 50 megabayta, bölərik 500 kilobayta. İndi baxırıq ki, bu megabaytdır, bu isə kilobaytdır. Megabaytı da kilobayta gətirmək üçün bunu vurmalıyam 2 üstü 10-a. Bu 50 ilə 500 ixtisar getsə, qalar burada 100. 100 ilə də 2-ni ixtisar aparsaq, qalar burada. Deməli, bir dəqiqə, 500 ilə 50 ixtisar gedəndə burada 10 qalır. 100 nədir? 10 ilə 2 ixtisar getsə 5. 2 üstü 10-umuz 1024-dür. 1024-ü bölərik 5-ə. 1024-ü bölsək 5-ə, alarıq 204 tam onda 8. 204 tam onda 8 almış olarıq. Demək, 18. Ötürmə sürəti, yəni V-ni bizə veribdir. Burada S-i də verib. 1250 kilobayt həcmi informasiya müəyyən müddətə ötürür. Baxırıq ki, nöqtə. Nöqtəyə qədər bir həll eləyək. Nöqtədən sonra bir baxaq məsələyə. S var, V var. T-ni tapa bilərik də. T nəyə bərabərdir? S-i V-yə bölməliyəm. Yəni, 1250 kilobaytı bunda belə yaza bilərik. 1024-ü 2 üstü 10 vurulsun 100, bit bölünsün saniyə kimi yazmaq olar. Bu kilobayt, bu bit olduğuna görə bunu da bitə gətirək. 2 üstü 13-ə vuraq. Vuranda bunlar ixtisar getsə, qalır burada 8. Bunun 0 ilə də bu gedər. 125-i 8-ə vursaq 1000, 1000-i də ona bölsək, aldıq 100 saniyə. 100 saniyə. İndi sonra nə deyir bizə? Modemin sürəti 2 dəfə artarsa, sürət nədir? Yəni V. V-ni 2 dəfə artanda, sürətim artanda zamanımız neyinir? Zamanımız 2 dəfə azalar. Yəni, bu mənim T1-imdir. Bu da T2-miz. 100 saniyə idi. Bunu 2 dəfə azaldarıq. Alarıq 50 saniyə. 2 dəfə artarsa, eyni həcmli informasiyanı ötürmək üçün tələb olunan zaman neçə saniyə azalmış olar? Neçə saniyə? Yəni, əvvəl 100 saniyə idi, sonra oldu 50 saniyə. 100-dən çıxarıq 50-ni, nəticədə deyərik ki, 50 saniyə azalmış olar.
19. 75 megabayt həcmə malik olan fayl müəyyən mübadilə kanalı ilə 2500 kilobit saniyə sürətlə ötürülür. Eyni zaman ərzində bu qədər sürətlə neçə megabayt ötürmək olar? Yenə bir tənasüb qursaq. 75 megabayta 2500 kilobit böl saniyə ötürür. Eyni zaman ərzində deməli, neçə megabayt bilmirəm. 1200 kilobit böl saniyə. Burada bunlar ixtisar gedər. X-imiz bərabərdir. 75 megabayt vurub 1200-ə bölərik 2500-ə. Bunun 2 sıfırı getsə, bununla bu ixtisar getsə 3. 3-ü də 12-yə vursaq, alarıq 36 megabayt almış olarıq. Yəni, cavab variantı olar B variantı. Davam edək. 20-ci sual. Ötürülmə sürəti, yəni V-ni verib, S-i verib, bizdən istəyir T-ni. T bərabərdir. S-i V-yə bölməliyik. Yəni 3600 biti bölmək lazımdır. 1200 bit bölünsün saniyəyə. Bitlər ixtisar gedir. Bununla bu ixtisar gedər. Qalar 3 saniyə. Modemin ötürmə sürəti, yəni V-ni verib yenə, S-i verib, yenə T-ni istəyir bizdən. 600 megabaytdır. Bölək 10 megabit bölünsün saniyə. Bu megabayt bu bit olduğuna görə bunu da 8 bitə vurmaq lazımdır. Burada vahidlərimiz gedir. 600-ü də deməli 10-a bölsək qalar 60. 60-ı 8-ə vuranda alırıq 480. Burada saniyəmiz var. Baxırıq ki 480 dəqiqə var. Saniyəmiz yoxdur. Ona görə də 480-i bölərik 60-a dəqiqəyə gətirərik. Alarıq 8 dəqiqə. Yəni, cavab olar A variantı. 22-ci sualda yenə sürəti verib, T-ni verib, S istəyir bizdən. S nəyə bərabərdir? V vurulsun T-yə. Yəni, deməli, 2 megabit böl saniyəni vurarıq 16 saniyəyə. Burada saniyələr ixtisar gedər. 16-nı da 2-yə vuranda alırıq 32 megabit. Amma məsələnin sonunda bizdən nə istəyir? Megabaytla istəyir. Yəni, buna diqqət yetirmək lazımdır. Baxın, yenə variantı olaraq A-da 32-ni qeyd ediblər. 32 megabiti megabayta gətirəndə bölmək lazımdır 8-ə. 32-ni də 8-ə böləndə alırıq 4 megabayt. Bax, bunu da gətirib Y variantı da qeyd ediblər. Sualları işləyəndə məsələnin sonunu diqqətlə oxumaq lazımdır. ADSL modem vasitəsilə verilənlərin ötürmə sürəti, yəni V-ni verib. Bu bağlantı ilə informasiyanın ötürülməsinə sərf olunan zaman 5 saniyə T-ni verib. Bizdən S-i istəyir ki, S nəyə bərabərdir? Tapaq. S-i, V-ni düstura əsasən S bərabərdir. V-ni vurmalıyıq T-yə. Yəni, V-mizi veribdir. Bunu yaza bilərik belə. 1024-ü 210 vurulsun 1000 bit böl saniyə. Zamanı da T-ni də veribdir 5 saniyə. 5 saniyə. Burada saniyələr ixtisar gedir. Alarıq 210 vurulsun 5-i də 1000-ə vurarıq bir dəfəlik. 5000 bit. Baxaq məsələyə. Həcmini müəyyən edin. Baxırıq ki, burada kilobayt və megabayt var. Gəlin kilobayta gətirək. Bölərik bunu 2/13-ə. Belə yazaq. 2/10 vurulsun 2/3 şəklində yazaq. 2/10'lar ixtisar gedər. 5000-i də 8-ə bölsək 5000 böl 8. 625 kilobayt edər. Cavab variantı olar A variantı. 24. Şəbəkədə ötürmək üçün 512 min simvoldan ibarət mətn hazırlanıb. Hər simvol 2 baytda kodlaşdırılıb. Deməli, həm simvol məsələsi var, həm də bizə veribdir sürət məsələsi. 512 min simvolumuz var. Düsturumuz belə idi. Simvolların sayını vururduq I bitə, bərabər edirdik həcmə. Burada simvollarım var. 209 vurulsun 1000 simvol. Hər simvolda 2 bayt, yəni i-ni bizə veribdir 2 bayt.
Vurarıq 2 bayta, bərabər edərəm həcmə. Həcm nəyə bərabər olar? 2 üstü 10 vurulsun 1000 bayta. Ötürmə müddəti 64 saniyədir. Ötürmə sürəti, yəni bizdən nə istəyir? V-ni istəyir bizdən. T-ni veribdir 64 saniyə. V bərabərdir. Həcmi bölmək lazımdır zamana. Yəni 2 üstü 10 vurulsun 1000 baytı bölərik 64-ünü də 2 üstü 6 saniyə. Burada bunlar ixtisar getsə, qalar 2 üstü 4, yəni alarıq 16 1000 baytımız və bir də saniyəmiz var. 16000 bayt böl saniyə, yəni B variantı doğru cavab olar. 25. Sürəti veribdir bizə, yəni buradan yazaq. V bərabərdir 8 megabit böl saniyə. Həcmi özümüz tapaq. Burada artıq baxırıq ki, piksel məsələləridir. Yəni düstur necə idi? A vurulsun B, vurulsun I bit bərabər idi həcmə. Bu da I nəyi bildirirdi? Rəng dərinliyini. Rəng dərinliyi nəyə bərabər idi? Rəng çaları bərabər idi 2 üstündə rəng dərinliyini, yəni 2-nin üstü I-yə. İndi bizə piksellər verilib. 2048-i 211 şəklində yazaq. 4096 212. 1024 rəng çaları. Yəni rəng çalarım əgər, buradan qeyd edək, 1024-dürsə, biz bunu 210 şəklində yazaq. Deyərik ki, burada rəng dərinliyimiz, yəni i-miz olar 10 bit və məsələdə də dərinliyə vurulur. Vurarıq 10 bitə, bərabər edərik həcmə. Demək, 2 üstü 23 vurulsun 10 bit bərabərdir həcmə. Baxaq, burada bizim V-miz bizə nə istəyir? T-ni istəyir, düzdür. Bu həcmimiz bitnəndir, sürətimiz də megabitnəndir. Bitdən megabitə bizdə gələr, rahat olsun işimiz. Bölərik 2 üstü 20-yə. Böləndə bunlar ixtisar getsə, qalar 8. 8-i ona vursaq, alarıq 80 megabayt. İndi T-ni rahatlıqla tapa bilərik. T bərabərdir, həcmi V-yə bölərik. 80 megabaytı, daha doğrusu megabayt yox, megabit. Megabayt nədir? Megabit. Çünki biz bitdə idi, megabitə gəldik. 80 megabiti bölərik 8 megabit böl saniyə. Megabitlər ixtisar gedər. 80-i 8-də bölsək, alarıq 10 saniyə, yəni C variantı. Ötürmə sürəti V-ni veribdir. Bizdən ən az neçə saniyə T-ni istəyir bizdən, amma həcmi tapaq. V bərabərdir 4 megabit böl saniyə. Bəs bizim həcmimiz nəyə bərabərdir? Baxaq, 16 sətir, hər sətirdə 1024 simvol var, 256 səhifə var və ASCII əlifbasına görə kodlaşdırılıbdır. Yazaq, 256 səhifəm, 2 üstü 8, hər səhifədə 16 sətir, 2 üstü 4 sətir, hər sətirdə 1024 simvol. ASCII-yə görə də vurarıq 1 bayta və yaxud da 8 bitə vura bilərik. Vuraq 1 bayta bərabərdir. Bu mənə verər 2 üstü 18, o da 4, 2 üstü 22 bayt. 222 bayt. Bizdən nə istəyir? T-ni istəyir. T-yə əsasən biz S-i V-yə bölməliyik. Baxaq ki, bu baytlandır, bu megabitlədir. Bunu da megabitə gətirmək üçün vurub 8-ə bitə. Bölərik 2 üstü 20-yə. Böləndə bunlar ixtisar getsə, qalar burada 2 üstü 2, 4 dəfə 8-imiz də 32 megabit. İndi 32 megabiti bölmək lazımdır 4 megabit bölünsün saniyəyə. Megabitlər ixtisar gedir. 32 ilə də 4 alarıq 8 saniyə. Y variantı. 27. Müəyyən bir məlumat, müəyyən bir modem 24 saniyə ötürür. Yəni, T-ni mənə verib 24 saniyə. Bu məlumatdan 4 dəfə daha böyük məlumat, yəni S-i 4 dəfə artırdılar. 3 dəfə daha sürətli, yəni V-ni də 3 dəfə artırdıq. Modem vasitəsilə ən azı neçə saniyə ötürmək olar? Aparacağımız əməliyyatlar T-nin üzərindədir. T bərabərdir. T ilə S düz mütənasibdir. Əgər
S-im artırsa, deməli T-miz də artmalıdır. 24-ü vurarıq 4-ə və sürətim artırsa, zamanım azalar. Bölərik 3-ə. İxtisar getsə 8, 8 4-ümüz də 32 saniyə edər. 28 V-ni verib ötürmə sürəti, həcmi verib T-ni istəyir. T bərabərdir S-i V-yə bölərik. 40 megabaytı bölməliyik 4 megabit böl saniyə. Bu megabayt bu bitlə olduğuna görə bunu da 8 bitə vuraq. Burada vahidlərimiz geçsin. 40 ilə 4 ixtisar geçsin. Onu 8-ə vuranda 80, burada saniyəmiz qalıbdır. Alarıq 80 saniyə. 29. Modem müəyyən rabitə xətti ilə 10 saniyə ərzində 200 megabayt məlumat ötürmüşdür. Aha. Bu modemdən 2 dəfə daha aşağı sürətlə modem vasitəsilə 480 megabit həcmi olan məlumat ən azı neçə saniyəyə ötürülə bilər? Nə dedi bizə? Deməli, modem müəyyən rabitə xətti ilə 10 saniyə ərzində 200 megabayt məlumat ötürüb. 200 megabayt. Yəni, bu modemdən 2 dəfə daha aşağı. V-ni mənə veribdir. Biz buradan V-ni tapa bilərik də. Yəni, bizə T-ni verib, S-i verib. V-ni tapa bilərik buradan. V bərabərdir 200 megabaytı 10 saniyəyə bölsək, 10 saniyəyə. Burada alarıq, deməli, buradan yazaq. 200 megabaytı bölək 10 saniyəyə. 20 megabayt bölünsün saniyə. Bax, biz burada V1-imizi aldıq. Sonra deyir, bu modemdən 2 dəfə daha aşağı sürət. Yəni, V2 bərabərdir. Bu 20 megabaytı 2 dəfə azatsaq, olar 10 megabayt böl saniyə. 480 megabit həcmi olan məlumatı, yəni S-i mənə veribdir. 480 megabit. Neçə saniyə T-ni istəyir? S-i V-yə bölmək lazımdır. 480 megabiti bölərik 10 megabayt böl saniyəyə. Yenə baxaq. Bu megabaytla da bu megabitləndir. Bunu da bir buradan yazaq. 8 bitə vursaq, burada ölçü vahidlərimiz gedər. 480-i 80-ə bölsək, alarıq 6, burada saniyəmiz qalıb yerində. 6 saniyə edər. 9. Modemin sürəti var, T-si var, istəyir bizdən S-i. S nəyə bərabərdir? 44800 bit böl saniyə. S V-ni T-yə vurmaq lazımdır, 1 saniyəyə. Saniyələr ixtisar getsə, alarıq burada 44800 bit. Amma baxırıq ki, belə bir cavab yoxdur. Burada baytlandır. Ölçü vahidi yazmaq lazımdır. Biti də bayta gətirmək lazımdır. Bölsək 8-ə alarıq 5600 bayt. Yəni C variantı. 31. Pikselləri verib ötürmə sürəti bizdən T-ni istəyir. Həcmi tapa bilərik. S bərabərdir 256, 2 üstü 8, 1024, 2 üstü 10. Baxın, burada 64 rəng dərinliyi, yəni dərinliyin özünü verib də, ona görə elə 2 üstü 6-ya vurarıq. 6 daha doğrusu bitə vurarıq. Bax, vahidi bitdi. Bərabərdir. 2 üstü 18, o da 6, 2 üstü 24 bit. Baxaq ki, burada V-ni bizə verib 512-ni 2 üstü 9 kilobit böl saniyə kimi yaza bilərik. Bu bitləndir, bu kilobitləndir. Gəlin bu biti də kilobitə gətirək. Yəni bölərik bitlə kilobit arasındakı məsafə 2 üstü 10-dur. Böləndə burada qalar 2 üstü 14 kilobit. İndi T nəyə bərabərdir? 2 üstü 14 kilobiti. Bölməliyik 2 üstü 9 kilobit böl saniyə. Kilobitlər ixtisar getsə, 2 üstü 14 ilə də 2 üstü 9 getsə, qalar burada 2 üstü 5, yəni
32 saniyə. Cavab olar D variantı. 32. Piksel verilibdir. Sürət verilib yenə yuxarıdakı məsələdəndir. S bərabərdir 256, 208, 512, 209, 64 rəng dərinliyi dediyinə görə elə 64-ün özünə vururuq, vahidini yazırıq bit. 2 üstü 17, 16, 2 üstü 23 bit. Burada baxırıq ki, megabitlə verdiyinə görə biz də megabitə gətirmək üçün bölərik bunu 2 üstü 20-yə. Yəni alarıq 8 megabit. Bizə də V-ni verib 2 megabit böl saniyə. T nəyə bərabərdir? S-i V-yə bölərik. Yəni 8-i bölsək 2, alarıq megabitlər də gedər 4 saniyə. A variantı. 33. Şəbəkə ilə ötürməzdən əvvəl verilənlər elə kodlaşdırılır ki, həcm 25% artır. Ötürmə sürəti, yəni V-ni mənə veribdir 40 megabit böl saniyə. İlkin həcm S 80 megabaytdır. Amma bunu ötürməzdən əvvəl 25% artırıblar. Bir şey 25% artırmaq, yəni 80-i vurarıq 125-ə, bölərik 100-ə. Burada sıfırlar ixtisar getsə, burada alarıq 100 megabayt. İndi mənim S-im var 100 megabayt. Bizdən də T-ni istəyir. T nəyə bərabər olar? S-i V-yə bölmək lazımdır. 100 megabaytı vurarıq 8 bitə. Çünki bu bitləndir. Bölərik 40 megabit böl saniyə. Burada vahidlərimiz ixtisar gedər. 40 ilə 8 ixtisar gedər 5. 100-ü də 5-ə bölsək alarıq 20 saniyə, yəni D variantı. 35. Burada nə yazaq elə? 100 kilobayt həcmə malik olan informasiya şəbəkədə bu qədər sürətlə ötürülür. Deməli, eyni zaman ərzində 2048 bit böl saniyə sürətlə bu informasiyanın həcminə neçə kilobayt az olan informasiya göndərmək olar? Yenə bir tənasüb qura bilərik də. 100 kilobaytda 5120 bit böl saniyə sürətlə ötürülür. Düzdür? Bu neçə kilobayta deyir? 2048 bit böl saniyə olar. Burada vahidlər ixtisarı getsə. Alarıq belə, x bərabərdir. 2048-i vurub 100-ə, deməli kilobaytlandır. Bölərik 5120-yə. Bunun sıfırı ilə bunun sıfırı getsin. 2048 ilə də 512 ixtisar gedəndə qalır burada 4. 202, yəni 4. Burada da bir 10-umuz qaldı. 4-ü ona vuranda alırıq 40 kilobayt. Cavab 40 deyir. Baxın, görürsünüz, yine A variantda qeyd edilib. Bizdə məsələnin sonuna nə deyir? Deyir, bu informasiyanın həcmindən neçə kilobayt az olan informasiya göndərmək olar. Yəni, əvvəl nə qədər idi? 100 kilobayt idi. Sonra 40 kilobayta düşdü. Nə qədər oldu? 100-dən çıxsa 40-ı deyərik ki, 60 kilobayt az informasiya göndərmək olar. Otuz altı. 10 kilobayt malik informasiya şəbəkədə bu qədər sürətlə ötürülür. Eyni zaman ərzində bu qədər sürətlə neçə kilobayt çox olan, indi çox olan istəyir. Yenə bir tənasüb qurarıq. 10 kilobayt da deyir 4096 bit böl saniyədir. Görəsən neçə kilobaytda 8192 bit böl saniyə olar. Buradan x bərabərdir. Bunlar ixtisar getsə. Onu vurub 8192-yə bölərik 4096-ya. Bunlar ixtisarı getsə, qalar burada 2. 2-ni də ona vuranda alırıq 20 kilobayt. Əvvəl 10 kilobayt idi. Neçə kilobayt çox oldu? Sonra 20 kilobayt oldu. Deməli, bunlar arasında neçə kilobayt çox olar? 10 kilobayt çox olar. 37. Şəbəkə ilə ötürməzdən əvvəl informasiya elə kodlaşdırılıb ki, həcm 3 dəfə artıb. Həcm, yəni bu S-i 3 dəfə artırıblar.
Ötürmə sürəti, yəni mənə V-ni veribdir 6 kilobit böl saniyə. İlkin həcmimiz də 4 kilobaytdır. Bu ilkin həcmimiz 4 kilobaytdırsa, 4-ü 3 dəfə artırıblarsa olub 12 kilobayt. Buradan T nəyə bərabər olar? 12 kilobaytla vurarıq 8-ə kilobit olsun. Bölərik 6 kilobit böl saniyə. Kilobitlər ixtisar getsə, bunlar ixtisar getsə 2-ni 8-ə vuranda 16 saniyə alarıq. 38. Şəbəkəli ötürməzdən əvvəl informasiya ilə kodlaşdırılır ki, həcm 4 dəfə azalır. Əgər sürəti veribdir, yəni V-ni mənə verib 5 megabit böl saniyə. İlkin həcmimiz 220-dir. Bu 220 megabaytı deyir. Ötürməzdən əvvəl 4 dəfə azaldıblar. Bölərik 4-ə. Alarıq 55 megabayt. Bizdən nə istəyir? T-ni istəyir. T nəyə bərabərdir? S-i V-yə bölərik. Yəni 55, amma bu megabayt bu megabitlə olduğuna görə bunu da 8-ə vurub megabitə gətirib bölərik 5 megabit böl saniyə. Megabitlər ixtisar gedər. 55 ilə 5 ixtisar getsə 11-i 8-ə vuranda 88 saniyə alarıq. 38. Sürət verib V-ni. 40 megabaytlıq informasiya 20% arxivləşdirilib göndərilibdir. Yəni bir şeyi 20% arxivləşdirmək 20% çıxırıq. 40 megabaytı. 20% çıxanda yerdə qalar bunun 80%. Bölərik 100-ə. Deməli, necə edə bilərik? Bunlar ixtisar getsin. 10-la 8, 2 ixtisar gedəndə burada 5 qalar, burada 4, bununla da bu ixtisar getsin. 8, 4, 32. 40. Bir də baxaq. 8. Aldıq burada 32 megabayt. 32 megabayt. Bizdən də sürəti, yəni V-ni verib 4 megabit böl saniyə. Nə istəyir? T-ni istəyir. T də S-i V-yə bölməli. Bu megabaytdır, bu megabitdir. 32-ni vurub 8 megabitə bölmək lazımdır. 4 megabit böl saniyə. Megabitlər ixtisar gedər. 32 ilə 4 ixtisar getsə, 8-i də 8-ə vuranda 64. Burada saniyəmiz də qalxır. Bura olur 64 saniyə. 40-a baxaq. RGB sistemində kodlaşdırılıb bu qədər pikselimiz. 40% arxivləşdirilib, sürəti də verib. Deməli, mənə V-ni verib. 2/20 bit böl saniyə. Həcmi tapa bilərik. 1024, yəni 2/10. 1280-i də 2/7 vurulsun 10 şəklində yaza bilərik. RGB dediyinə görə vurarıq 24 bitə. Bərabərdir. Olar belə 240 vurulsun 2/17 bit. Amma bunu 40% arxivləşdiriblərsə, yerdə qalıb bunun 60%. Bölərik 100-ə. Bax, bu sıfırlar hamısı gedər. Qalar belə 2/17 vurulsun. 24-ü də 6-ya vuranda 6, 4, 24, 144. Aldıq nə? 144 vur 2/17 bit. Aha. İndi bizdən nə istəyir? Bizim hansı sual baxdıq? 40-a baxırıq. V-ni verib. S-i tapdıq. T də nəyə bərabərdir? S-i bölməliyik V-yə. Yəni 2/17 vurulsun 144 biti bölməliyik 2/20 bit bölünsün saniyə. Bitlər ixtisar getsə, 2/17 ilə 220 gedəndə qalır 8. 144-ü də 8-ə bölsək, 1,8, 64, 18 saniyə. Varmı? Var. B variantı. Davam edək. Deməli, 41-ci sual. 300 megabayt məlumatın ötürüldüyü məlumdursa, yəni mənə, buradan yazaq, S-i veribdir 300 megabayt. Bu ümumi bir məlumatdır. Zamanın birinci yarısında 4 megabit böl saniyə. Qalan vaxtda isə 12 megabit böl saniyə sürətlə
ötürüldüyü məlumdursa, rabitə kanalı vasitəsilə neçə dəqiqə ərzində məlumat ötürmək olar? Zamanın birinci yarısı. Bax, zamanımız nədir? T. Bu T'nin birinci yarısı, bir də qalan yarısı. 2də 1 T birinci yarısıdır. Plus 2də 1 T. 2də 1 T, 2də 1 T bizə T'ni verir. Bu 2də 1 T'də ötürmə sürəti V-ni verib 4 megabit böl saniyə. Burada qalan vaxt da 2də 1 T'miz qalır. V-ni veribdir 12 megabit böl saniyə. Biz tapa bilərik. Bu S ümumidir. Buradan S1-i tapaq. S1 nəyə bərabərdir? 2də 1 T'ni, T'nin də vahidi nədir? Saniyədir. Saniyədir. Vurarıq 4 megabit böl saniyə. Burada saniyələr ixtisar getsə, 4 ilə 2 ixtisar getsə, alarıq 2 T megabit. Vur megabit. Bu S birimdir. S2 nəyə bərabərdir? Yenə 2də 1 T böl saniyə. Vurarıq 12 megabit böl saniyə. Saniyələr ixtisar gedər. 12 ilə 2 ixtisar getsə 6 megabit vur T. Bunların ikisinin cəmi mənə bu S ümumini veribdir. Buradan yazaq. Yəni 2 T megabit üzərinə gəlirik 6 T megabit mənə verib 300 megabayt. Bunları cəmləyəndə 8 megabit vur T bərabərdir 300. Bu megabaytlandır, bu megabitdir. Bunu da 8-ə vuraq. Olsun megabit. T bərabərdir. Megabitlər ixtisar gedər. Burada da qalar 300. 8 ilə də bunlar getsə 300 saniyə. Baxaq görə məsələnin sonunda bizdən nə istəyir? Neçə dəqiqə? Baxın, dəqiqə ilə istədiyinə görə. 300 saniyəni də bölmək lazımdır 60-a. Alarıq 5 dəqiqə. Yəni B variantı. Qırx iki. Modem məlumatları 7680 bit böl saniyə sürətində ötürür. Yəni mənə V-ni verib. Mətn faylının ötürülməsi 1,5 dəqiqə çəkdi. Deməli biz buradan, bax bizə V-ni verib. 7680 bit böl saniyə. T-ni veribdir 1,5 dəqiqə. Mən S-i tapa bilərəm. Bax, nöqtəyə qədər 1 tapaq. 1,5 dəqiqəmiz də 90 saniyədir. Gətirdik saniyə 60-a vurub. S nəyə bərabərdir? V-ni vurmalıyıq T-yə. Yəni 7680 bit böl saniyəni vurarıq 90 saniyə. Saniyələr ixtisar getsə, alarıq belə. 7680 elə bu şəkildə yazacağım. Vurulsun 90 bit. Sonra nə verib bizə? Bu məlumat Unicode əlifbasında olduğu bilinirsə və hər səhifədə 400 simvol var, ötürülən məlumata neçə səhifədən ibarət olduğunu müəyyən edin. Səhifələrin sayını bilmirəm. X götürək. Vuraq, deməli, 400 simvola, 400 simvol. Vurulsun Unicode-a görə 16 bit. Bərabər edərik, həcmimizi bizə veribdir. Yəni, 7680 vurulsun 90 bit. Buradan X nəyə bərabər olar? 7680 vurulsun 90 biti bölmək lazımdır 400 vurulsun 16 bitə. Və burada bitlər ixtisar gedər. Bunun 0 ilə bu da ixtisar gedər. 90 ilə 40. 4-ü ixtisar aparsaq, 4-ü bir dəqiqə, 10-a ixtisar aparsaq, burada 9, burada qalar 10. 768-də 3 vurulsun 256-dır. Yəni 3 vurulsun 208. Bununla da ən yaxşı kalkulyatordan istifadə eləmirik. Deməli 7680-i vurub 9-a bölək 160-a.
Düz bölmədik. Bir dəqiqə. 7680-i vurub 90-a bölək. 400 vur 16-ya. Bir dəqiqə. Bir dəqiqə. Deməli biz S bərabərdir 7680-i vurub 90-a bölməli idi 400 vurulsun 16. Burada bit idi. Burada da bit idi. Düzdürmü? Bax, bitlər ixtisar getdi. Bunun sıfırı ilə bunun sıfırı ixtisar getdi. Bu sıfırla da bu ixtisar getdi. Burada qaldı 9. Burada qaldı 4. Yəni biz indi 768-i vurub 9-a bölərik 4-ə, bir də bölərik 16-ya. Alarıq 108. 108 almış olduq. 108. Bayaq nəsə səhv etmişdi yəqin hesablama səhvi. Neçə səhifə var? 108 səhifəmiz var. İndi baxaq 43-ə. Deməli, bizə verib 9000 megabayt məlumatın ötürüldüyü və ötürülmənin 1/3 hissəsinə 60 megabayt, saniyə qalan vaxtda isə yenə bizə S ümumini veribdir. 9000 megabayt. Məlumatın ötürüldüyü və məlumatın deməli, ötürüldüyü və ötürülmənin 1/3 hissəsində. 1/3 hissəsi nə deməkdir? Yəni, ümumilikdə bu 3/3 T-dir də. Bunun 1/3 hissəsində çıxsaq, bax belə, 1/3 T-ni çıxarıq. Bunun 1/3 hissəsi 1/3 T-də. V-ni veribdir 60 megabit böl saniyə. Qalan vaxtımız da nədir? 3/2. 3/2 T-də isə V-ni mənə veribdir 90 megabit böl saniyə. Həcmin ötürülməsi müddəti neçə dəqiqə olar? İndi biz buradan S1-i tapa bilərik. Yəni 3/1 T böl saniyə vuraq 60 bölünədir. 3/1 T, yəni T-nin vahidi nədir? Saniyədir də. 60 megabit bölünsün saniyə. Burada saniyələr gedir. Alarıq 60 ilə də 3 ixtisar gedəndə aldıq 20 megabit vurulsun T-yə. İndi S2-ni tapaq. S2 nəyə bərabərdir? 3/2 T, yəni bu T-də də yenə saniyəmiz var. Vurarıq 90 megabit böl saniyə. Burada saniyələr getsə, 90 ilə 3 ixtisar gedəndə 30-u da 2-yə vuranda alırıq 60 megabit vurulsun T-yə. İndi S ümumini yazaq burada. Bax, S ümumini bizə veribdir də. Yəni S1 üstəgələk S2 mənə verməlidir S ümumini. 20 megabit vur T, üzərinə gəlirik 60 megabit vur T. Bu mənə verməlidir 9000 megabaytı. 80 megabit vur T bərabərdir 9000-i də gətirək megabitə. Vurarıq 8-ə, aldıq megabitlər. Megabitlər getdi, 8 ilə 80 getsə 10, T də bərabərdir 900 saniyəmizdir. Amma bizdə məsələnin sonunda nə ilə istəyir? Dəqiqə ilə istəyir. Bölərik 60-a 15 dəqiqə edər. Yəni B variantı. 44. 1 GB həcmə malik informasiyanın 1/4 hissəsini siliblər. 1/4 silinibsə, yerdə qalıb bunun 3/4. 50% sıxıldıqdan sonra, 50% sıxılıbsa yerdə qalıb bunun, yəni 2/1. Ümumilikdə bunu 8/3 qədər bunu belə deyək də əməliyyat aparıblar. Nəyin üzərində əməliyyat var? 1 GB-ın 1 GB-ımız. İndi 1 GB-ı da megabayta gətirək. Bizdə də V-ni veribdir, megabitlə veribdir.
1 gigabaytımız bərabərdir 1024 megabayta. İndi bu 1024 megabaytı, 1024 megabaytı. Deyir, 4də 1-in siliblər, 50%-ə sıxılıblar. Biz tapdıq ki, yəni bunun 8-ə 3-ünü tapmaq lazımdır. Vurarıq 8-də 3-ə. Vuranda 1024 ilə 8 ixtisar getsə 10, o da 3, deməli 128-i 3-ə vursaq alarıq 384 megabayt. V-ni bizə megabitlə veribdir. Bu mənim S-im idi. V-ni veribdir 8 megabit böl saniyə. T nəyə bərabər olar? 384-ü megabaytlı megabit vurub 8-ə megabitə. Bölərik 8 megabit böl saniyə. Megabitlər ixtisar gedər, 8 də ixtisar gedər. Alarıq 384 saniyə, yəni Y variantı. 44 və 45. Bu bölmənin sonuncu məsələsi. Rabitə kanalı üzərindən 4 dəqiqə fasiləsiz olaraq məlumat ötürülür. Yəni mənim T-mi verib 4 dəqiqə. 4 dəqiqəni də 4-ü vurub 60 saniyəyə, deyərik 240 saniyədir. Rabitə kanalının bütün vaxtın birinci yarısında məlumatın ötürmə sürəti verilir və ikinci yarısı. Yəni bu 240-ın birinci yarısı 120 saniyədir, ikinci yarısı da 120 saniyədir. Burada V-ni verib mənə 117 kilobit böl saniyə. Burada V-ni verməyibdir. İndi biz buradan baxaq nə istəyir bizdən. Rabitə kanalının bütün vaxtın birinci yarısının ötürmə sürəti bu qədərdir. İkinci yarısında isə 3 dəfə daha azdır. Yəni bu 117-ni 3 dəfə daha az deyəndə, yəni bizim V2-miz olar belə. 117-ni bölsək 3-ə alarıq 39 kilobit böl saniyə. Deməli burada bu V1-dir. V2-miz də olar 39 kilobit böl saniyədir. Nə istəyir bizdən? 3 dəfə dahası kanalın fəaliyyəti zamanı neçə kilobayt məlumat ötürülübdür? Aha. Deməli, S1 nəyə bərabərdir? Ötürmə sürəti veribdir. 117 kilobit böl saniyəni vurarıq. 120 saniyə. Burada saniyələr ixtisar getsin və bərabərdir. 117 kilobit vurulsun 120. Bu kilobitli bizdən kilobaytla istədiyinə görə elə burada bölərik 8-ə. Bunlar ixtisar getsə 15. 117-ni də 15-ə vursaq, deməli 1755 kilobayt edər. Bu S1-imdir. S2 nəyə bərabərdir? Yenə 120 saniyəni vurarıq 39 kilobit böl saniyəyə. Saniyələr ixtisar gedir. 39 vur 120 kilobit. Bunu da bitə bölərik 8-ə. Bunlar ixtisar getsə 15. 39-u da 15-ə vuraq. Deməli 585 kilobayt. İndi S bizə kanalın fəaliyyəti zamanı neçə kilobayt məlumat ötürülər? Bunların cəmi 1755 ilə də üzərinə gələrik 585-i. 0, 4, 3, 2. 2340 kilobayt edər. Nəticədə olar C variantı. Belə müəllimlər, bu bölmənin məsələlərinə baxdıq. Sağ olun.